Bu bizim nazirin evidir. Köhnə nazirindir, onu işdən çıxartıblar. Salih Mamedov. Bir nazirin evi, bu onun evidir, onun oğlumun evi də orada var, qızı üçün də tikirdi, dostu üçün, da bir nazirin ev bu boyda olanda baxın. 3 mərtəbə yuxarıdan, bir 3 mərtəbəndə aşağıdan. Nazirin evi bu boyda olanda ona göre biz yol 1 ay 8 gün o yol gözləyir. Bir dənə yol bizə təmir elə bilmirlər. Sonra deyirlər ki, pul axtarırlar. Bilsən nə qədər pul büdcətdən getdi? Hara getdi? İstəyirsiniz göstərim. Ev 1, ev 2, bir dənə böyük obyekt. O obyektə gedin, bir dənə yoxlayın. Salih Mamedov'un da obyekt. Gedin baxın da pul hara getdi. Axtarırsınız. Axtarmaq lazım deyil. Pullar hamısı buradadır. Baxın. Nabranın Rublovka. Bütün nazirlərin evlər burada var. Baxın. Ona görə biz gözləyirik. Baxın. Baxın. Bu cür evlər tikirlər. Pul hardandır? Prosta sual verirəm. Bir dənə maaşla bu cür ev tikmək olar. Biz də normal yol istəyirik. Biz də normal şərait istəyirik. Biz də normal insan kimi yaşamaq istəyirik.